İnsana ömür verilib, dəlil, Quran var, Rasullar göndərilib, Peyğəmbər s.ə.v gəlib. Və bundan sonra insan müvəqqəti həyatı üçün görürsən ki, eşşək kimi işləyir, 60 ili, 70 ili qazanmaq üçün. Gör, əbədi həyatı heç bir əməl etmədən necə? Əməl etmədən olar mı? Ona görə Əli radiyallahu anh sual verirlər ki, Allah ona razı olsun. Dinlər üçün insanlar ölmək istəmirlər. Ona görə ki, insanlar dünyalarını təmir ediblər, ahirətlərini xaraba qoyublar. Ona görə də onlar təmir etdikləri yerdən xaraba qoyduqları yerə getmək istəmirlər. Və başqa ayədə Allah Teala buyurur ki, وَهُمْ يَسْتَرِخُونَ فِيهَا رَبَّنَا. Onlar cəhənnəmdə fəryad qoparaq qışqıracaqlar və deyəcəklər ki, ey Rəbbimiz bizi buradan çıxart. نَعْمَلْ صَالِحًا غَيْرَ الَّذِي كُنَّا نَعْمَلْ. Və biz etmədiyimiz yaxşı əməlləri edək. Və Allah Teala buyuracaqdır ki, أَوَلَمْ نُعَمِّرْكُمْ مَا يَتَذَكَّرُ فِي مَنْ تَذَكَّرَ وَجَاءَكُمُ النَّذِيرُ. Məgər biz sizə ibrət almaq üçün ibrət alanın ömrünü vermədikmi? Yəni kifayət qədər ömür verilmədim. 18 yaş, 20 yaş, 40 yaş, 60 yaş. Yəni bu qədər ömür verilən insanın bəhanəsi qalmayacaqdır. Və sizə xəbərdar edici də gəldi. Və bunun təfsirində gəlir ki, xəbərdar edici nədir? Rasulların gəlməsi, insanın yaxınlarının ölməsi,